Salam değerli izleyicilerim. Bugün ben size Zabratda, mərkəzi yola, məktəbə, marşruta yaxın olan bir ərazidə gözəl bir ev təqdim edeceğim. Evimiz əşyalı satılır. Çox gözəldir. Həqiqət axşam gəlmişik. Demək olar ki, günün jackpotunu çəkirik. Sizə təqdim etməyə geç şöyle olan hamam tualeti göstər. Elinde evin içinden tanış olan. Tuvalet bağlıydı ama tuvalet Bağlı kapısı. değil, evimizin içinden tanış olan. Evimizin içi görürsünüz. Çok güzel, səliqəli, çok güzel evdir həqiqətən. Adi vallahi belə baxanda, elə bu koridorda yığılan elə meyvelə baxanda, nə bilim hamısı da puldur. Bütün əşyalar hamısı qalır. İndi bilmirəm elektronlar da qalır yoxsa yox, amma dedi ki əşyalı satılır. Bax keç bura uşaq otağıdır. Görürsünüz hamısı qalır. Bax təzə mebellərdir. Yəni heç biri köhnə deyil. Çox səliqəli. İçəri girirsən həqiqətən belə hər dəqiqə belə təmiz, belə adama yapışan ev yoxdur da. Hər dəqiqə yoxdur belə evlər. Hə, sonra keç bu birisi yataq otağını çək. O evimiz 3 otaqdır. 3 otaqdır. Deməli 2 yataq otağı, 1 zal, mətbəx. Hamam tualeti sonra çəkirsən. Bura mətbəx gördüyünüz kimi mebellərdə hamısı təzə mebellərdir. Hamam tualeti çək. Burada hamam tualet görürsünüz bura razivalkasıdır. Razivalkada burada praşını deyək, razivalka deyək. Görürsünüz istif oldu. Hamam tualet de istif oldu. Keç oranı da çək əlim qapıda. Evimizin qiyməti 82.000 manatdır. Ev sahibi evdə yaxşı endirim eləyəcəkdir. Mən müştərilərimə deyib ki, gətir, məsələn, müştərilərinə yaxşı endirim eləyəcəm. Evin istilik sistemi kombidir. Onu deməyi unutmuşam. Qazlı su işığı var. Kanalizasiya mərkəzidir. Evin 4 tərəfi kamera ilə təchiz olunmuşdur. Koridorda da var. Hə, buyurun gəlin.